Magistral yollarda zərbə udan təhlükəsizlik bariyerləri quraşdırılır. İlk belə bariyer Bakı dairəvi yolunda quraşdırılıb. Söz yox ki, ən yaxşı təhlükəsizlik bariyeri elə sürücünün özüdür. Onun yol hərəkəti qaydalarına riayət etməsi və sürət həddini düzgün seçməsidir. Lakin qəza qaçılmaz olduqda insan faktoru səhvini texnologiya düzəltməli olur. Yanında dayandığım bu metal konstruksiyada həmin o son şans üçün quraşdırılıb. Əvvəllər belə arakəsmələrdə avtomobilin beton direyə və yaxud dəmir arakəsməyə çırpılması böyük faciə ilə bitirdi. İndi isə bu zərbə udan sistem vasitəsilə vəziyyət dəyişir. Belə ki, bu qurğu teleskopik şəkildə qatlanaraq zərbənin gücünü azaldır ki, bu da ölüm riskini minimuma indirir. Eksperti Əşad Hüseynov bildirib ki, belə bariyerlərin quraşdırılması dünya təcrübəsində də geniş istifadə olunan üsuldur. Digər beton və ya dəmir arakəsmələrlə müqayisədə avtomobilə və içərisindəki sürücüyə, sərnişinə daha az zərər verdiyi sübuta yetirilib. Adi halda statik dayanmış bariyerə çırpılan avtomobilin sərnişini və yaxud da sürücüsü çox ağır xəsarət alardısa və yaxud da dünyasını dəyişərdisə, həmin o təhlükəsizlik elementi quraşdırıldığı halda kinetik enerjisinin udulması səbəbindən avtomobilin içərisindəki sürücü və sərnişinin sağ qalmaq ehtimalı kifayət qədər yüksəkdir. O cümlədən elə avtomobilin özünə də daha az maddi ziyan dəyə bilər. Bu bariyerlərin dünyada təcrübəsinin çox müsbət nəticələri var. Bariyerlərin quraşdırılması ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, təhlillərin nəticəsinə uyğun olaraq yol nəqliyyat hadisələrinin daha çox baş verdiyi və olması ehtimal olunan məntəqələrdə təhlükəsizlik bariyerlərinin quraşdırılması davam edəcək. Qurğunun funksiyası avtomobilin birbaşa sərt metal və ya beton bariyerə çırpılmasının qarşısını almaqdır. Təhlükəsizlik bariyeri dəmir məhəccərin ön hissəsinə yerləşdirilib. Bu cür təhlükəsizlik elementləri xüsusilə nəqliyyat vasitələrinin idarəetmədən çıxdığı və digər səbəblərdən baş verə biləcək hadisələr zamanı xüsusi əhəmiyyət daşıyır. Kənan Qafar, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər.